DNT testim belə çıxdı, əcdadım filankəstir deyib özünə saxta tarix uyduranlar. Bu video sizin bütün xəyallarınızı ürəyinizdə qoyacaq. Elm adı altında cibinizi soyub, ruhunuza yalanlar dolduran o böyük fırıldaq ifşa olundu. DNT testi haqqında bildiyiniz hər şeyi unudun. İndi izləyəcəyiniz faktlar bu sistemin necə bir yalan və biznes üzərində qurulduğunu sübut edir. CBC News Marketplace-in apardığı bu araşdırma hər şeyi darmadağın etdi. Ekranda gördüyünüz bu iki bacı Charlize və Charlie'dir. Onlar tək yumurta əkizləridir. Yəni onların DNT-si 100% eynidir. Onlar ən məşhur DNT şirkətlərinə test göndərdilər. Əgər elm düzdürsə, nəticələr eyni olmalı idi, elə deyilmi? Amma görün nə baş verdi. Şirkətlər bu bacılara tamamilə fərqli mənşə hekayələri uydurdular. Birin İtalyan dedilər, digərinə yox. Birində olan milləti, digərində tapa bilmədilər. Eyni qandan olan, eyni genə sahib insanlara fərqli keçmiş sırıdılar. Bu elm deyil, bu sadəcə genetik bir falçılıqdır. Bəs niyə belə edirlər? Çünki bu, elmi bir həqiqət yox, milyardlarla dollarlıq bir biznesdir. Onlar sizin geninizi tarixlə yox, öz bazalarındakı ehtimallarla müqayisə edirlər. Sizə saxta tarixlər satıb qarşılığında həm pulunuzu, həm də ən gizli məlumatınız olan DNT-nizi alırlar. Unutmayın, bu testlərin altındakı balaca hərflərdə nə yazılıb? Yalnız əyləncə məqsədlidir. Bəli, bu bir əyləncə və böyük bir fırıldaqçılıqdır. Faktlar ortadadır, saxta tarixlərə aldanmayın.